Mirzə Qədim İrəvani 14 fevral 2025-ci ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Azərbaycanın görkəmli rəssamı, Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim Məhəmməd Hüseyn oğlu İrəvaninin anadan olmasının 200 illiyinin qeyd olunması haqqında sərəncam imzalayıb. Mirzə Qədim İrəvani 19-cu əsr Azərbaycan təsviri sənətinin ən parlaq nümayəndəsi olaraq həm ornamentalist rəssam, həm də portret ustası kimi özündən sonra zəngin irs qoyub getmişdir. 1825-ci ildə İrəvan xanlığının paytaxtı olan Qədim İrəvan şəhərində Hacı Məhəmməd Hüseyn bəyin ailəsində dünyaya gəlmişdir. Mirzə Qədim məşhur ağacoyma ustası olan Məhəmməd Hüseyn bəyin yeganə övladı idi. Gələcək məşhur rəssam ornamentalist kimi bacarığını məhz atasından mənimsəmişdir. Rəssamın taleyində mühüm rol oynamış başqa bir amil isə onun 1-ci Tiflis gimnaziyasında təhsil almasıdır. Gimnaziya Rusiya İmperiyasının ali təhsil müəssisələrinə kvota əsasında qəbul olunan tələbələri hazırlayırdı. Gimnaziyanı bitirdikdən sonra 15 yaşlı gənc doğma İrəvan şəhərinə qayıtmış və ömrünün sonunadək orada yaşamışdır. Mirzə Qədim poçtda işləyərək kollej asessoru rütbəsinə qədər yüksəlmişdi. Bu vətəndaş rütbəsi o dövrdə piyada qoşunlarında mayor rütbəsinə bərabər sayılırdı. Rütbənin sahiblərinə zat-ı aliləri deyərək müraciət olunurdu. Dövlət qulluqçusu olaraq İrəvani kollej asessoru rütbəsi ilə fəxr etdiyindən əsərlərinə imza atarkən adından sonra bu titulu da əlavə edirdi. Qədim bəy və ya kollej asessoru imzaları ilə rəsmlərini təqdim edirdi. Mirzə Qədim rus, fransız və fars dillərini bilirdi. Dövrünün tanınmış ziyalısı sayılırdı və musiqiyə böyük maraq göstərirdi. Onun kitabxanası Qərbi Avropa, Rus və Şərq müəlliflərinin əsərlərindən ibarət zəngin kolleksiya ilə seçilirdi. Yaradıcılığının erkən dövründə divar naxışları, ipək və qızıl saplı tikmələr üçün rəsm və gərdələr çəkirdi. Onun naxışları üzrə işlənən tikmələri təntənəli mərasimlər zamanı İrəvan xanımları bir-birinə hədiyyə edərdi. Hazırda Azərbaycan Milli İncəsənət Muzeyində rəssamın yaradıcılığının erkən dövrünə aid qorunub saxlanılan əsərlər arasında şüşə üzərində yağlı boya ilə işlənmiş dərviş əsəri xüsusilə seçilir. Dərvişin papağında ərəb əlifbası ilə Allah kəlməsi yazılmışdır. Rəssamın atlı əsərində isə təsvir edilən real tarixi şəxs Osmanlı Sultanı II. Mahmuddur. İrəvaninin Həzrət Əli mövzusunda bir neçə əsəri muzeylərdə saxlanılır. Hələ 30 yaşı olmayan gənc rəssam Azərbaycan memarlığının incilərindən biri hesab olunan Sərdar Sarayının divar rəsmlərinin bərpa işlərinə dəvət olunur. Sərdar Sarayı yaxud Xan Sarayı 1510-cu ildə İrəvan Bəylərbəyi Toxmaq xan tərəfindən İrəvan qalasında inşa edilmiş, Məhəmməd xan Qacar dövründə isə mükəmməl bir saray kompleksinə çevrilmişdi. Saray kompleksi Zəngi çayının sıldırımlı uçurumunun kənarında ucalırdı. Çayın qarşı sahilində isə gül-çiçək və meyvə ağacları ilə zəngin xan bağı salınmış və yay köşkü inşa olunmuşdu. Xan sarayının güzgülü zalından isə Ağrı dağına açılan mənzərə xüsusi gözəlliyi ilə seçilirdi. 1827-ci ildə Rusiya İmperiyası İrəvan xanlığını işğal etdikdən sonra saray ciddi dağıntılara məruz qalmışdır. 1850-ci illərdə Rusiya dövlət idarələrinin yerləşdiyi İrəvan qalasında bərpa işlərinə başlanılır. Qafqaz canişinliyi Xan Sarayının güzgülü zalının bərpası üçün 1867-ci ildə 1200 rubl, 1871-ci ildə 1112 rubl, 1874-cü ildə 354 rubl vəsait ayırmışdı.
bu işə cəlb olunan İrəvani əvvəlcə 2 hazırlıq eskizi çəkmişdi. Bunlardan biri əsgər portreti, digəri isə Fətəli Şahın oğlu Abbas Mirzənin ağ-qara rəsmi idi. İrəvani güzgülü zalı bərpa edir və yeni portretlər çəkir. Bu tablolarda Qacarlar sülaləsinin nümayəndələri Fətəli Şah, sonuncu İrəvan xanı Hüseynqulu xan, onun qardaşı Həsən xan və Şahnamə dastanının qəhrəmanları Rüstəm Zal və Söhrab təsvir olunmuşdur. Bu portretlər Azərbaycan təsviri sənətinin ilk dəzgah rəsmləri kimi tarixə düşmüşdür. Bəzi məlumatlara görə Mirzə Qədim ömrünün sonuna yaxın bir neçə il Tiflisdə yaşamışdır. Ermənistan Sovet ensiklopediyasında və Moskvada buraxılan açıqcada İrəvaninin 1879-cu ildə vəfat etdiyi göstərilir. 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində Xan Sarayı Qərbi Azərbaycanın bir çox tarixi abidələri kimi erməni vandalizminə məruz qalmışdır. Rusiya İmperator Arxeoloji Komissiyasının 6 oktyabr 1910-cu ildə keçirilən iclasında professor Nikolay Marın Xan Sarayına baxış keçirməsi haqqında qərar qəbul edilir. Nikolay Mar 1911-ci ilin iyul ayında İrəvana gələrək Xan Sarayına baxış keçirir. Baxışın nəticəsi Rusiya İmperator Arxeoloji Komissiyasının 18 aprel 1912-ci il tarixində keçirilən iclasında müzakirə edilir. Nikolay Marın təqdim etdiyi rəydə qeyd olunur ki, saray insan əli ilə dağıdılır. 1914-cü ildə Xan Sarayının güzgülü zalındakı İrəvaninin bərpa etdiyi portretlər sökülərək Tiflisdəki Hərbi Tarix Muzeyinə təhvil verilmiş. Daha sonra Gürcüstan SSR Dövlət Muzeyinə və son olaraq Gürcüstan İncəsənət Muzeyinə köçürülmüşdür. 1918-ci il mayın 29-da Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası xarici təzyiqlərin nəticəsində İrəvan şəhərini paytaxt kimi ermənilərə güzəştə gedir və qədim Azərbaycan torpağı olan İrəvan xanlığı ərazisində tarixdə ilk erməni dövləti yaradılır. Rəssamın vəfatından sonra onun 100-dən artıq əsəri ailə arxivində saxlanılmışdır. Rəssamın gəlini Fatimə xanım Qədimbəyova 1921-ci ildə İrəvandan Bakıya köçərkən rəssamın əsərlərinin yalnız az hissəsini gətirə bilmişdi. İrəvanda qalan rəsmlərin və kitabxananın taleyi isə məlum deyil. 1939-cu ildə Mirzə Qədimin 20-dən çox portret, tikmə və naxışlar üçün şəkil və eskizləri Rüstəm Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən əldə edilmişdir. 20-ci əsrin ortalarında İrəvaninin yalnız 23 orijinal əsəri haqqında məlumat var idi. Bu əsərlər Azərbaycan Milli Tarix Muzeyində, Azərbaycan Milli İncəsənət Muzeyində, Rusiya Dövlət Ermitajında və Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılırdı. Bəzi əsərlər isə muzeylərdə naməlum rəssamın əsəri kimi təqdim olunurdu. Rəssamın yaradıcılığı haqqında ilk dəfə Orucəli Həsənov 1940-cı ildə Revolyusiya və Kultura jurnalında Mirzə Qədim İrəvani haqqında başlıqlı məqalə dərc etdirmişdir. 1947-ci ildə Azərbaycan sənətşünası Natalya Miklaşevskaya Ermitaj fondlarında axtarış apararaq İrəvaninin bir neçə əsərini aşkara çıxarmışdır. Bunlardan biri üzərində miniatür çəkilmiş və rəssama xas tərzdə imzalanmış qatlama güzgüdür. Natalya Miklaşevskaya 1950-ci ildə İrəvaninin irsini araşdırmaq məqsədi ilə İrəvan şəhərinə getmiş, lakin orada heç bir məlumat əldə edə bilməmişdir. Rəssamın İrəvanda qalan irsi ermənilər tərəfindən tamamilə məhv edilmişdir. Həmin ildə Miklaşevskaya Mirzə Qədimin həyatı və yaradıcılığı barədə daha çox məlumat toplamaq üçün Gürcüstan Dövlət İncəsənət Muzeyinə səfər etmiş və Mirzə Qədim İrəvaninin 3 rəsmini aşkar etmişdir. 1954-cü ildə Bakıda Azərbaycan İncəsənəti nəşrinin 4-cü cildində Natalya Miklaşevskayanın 19-cu əsrin rəssamları Mirzə Qədim İrəvani və Mir Möhsün Nəvvab adlı məqaləsi çap edilmişdir.
Məqaləni hazırlamaq üçün Miklaşevskaya Mirzə Qədim İrəvaninin nəvəsi Əfşan Qədimbəyova ilə görüşmüş və rəssamın həyatı haqqında məlumat toplamışdır. Prezident kitabxanasının nadir fondunda saxlanılan İngilis, Rus və erməni dillərində olan kitablarda Xan Sarayının fotoları və Mirzə Qədimin bərpa etdiyi divar rəsmləri öz əksini tapmışdır. Erməni tarixçisi Gevon Dalişanın 1890-cı ildə İtaliyanın Venesiya şəhərində çap edilən Ayrarat kitabına İrəvaninin çəkdiyi güzgülü zalın rəsmi, Xan Sarayından Ağrı dağına açılan mənzərəni əks etdirən rəsm, Abbas Mirzənin və Hüseyn Qulu xanın rəsmləri daxil edilmişdir. 1893-cü ildə Sankt-Peterburqda çap edilən Живописная Россия toplusunda Sərdar Sarayının güzgülü zalının çox mükəmməl görünüşü təqdim edilmişdir. İngilis səyyahı Henry Lynch 19-cu əsrin 90-cı illərində Qafqaza etdiyi səyahətindən sonra 1901-ci ildə Londonda çap etdirdiyi Armeniya, Səyahətlər və Tədqiqatlar kitabına İrəvandakı Göy məscidin və güzgülü zalın fotolarını daxil etmişdir. 1959-cu ildə İzogiz Moskva nəşriyyatı tərəfindən Mirzə Qədim İrəvaninin əsəri olan Qacar Şəhzadəsi Vəcihulla Mirzənin portreti təsvir olunmuş açıqça nəşr edilmişdir. 2025-ci ildə açıqça Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası tərəfindən əldə olunmuş və Azərbaycana gətirilmişdir. Açıqçaya qoşulan QR kod vasitəsilə Mirzə Qədim İrəvani haqqında hazırlanmış sənədli filmi 3 dildə izləmək mümkündür. Sonrakı illərdə Populyarnaya Sovetskaya Ensiklopediya, İskustvo stran и народов мира kimi bir sıra Sovet ensiklopediyalarında İrəvani barədə məlumatlar dərc edilmişdir. 1978-ci ildə Erməni Sovet ensiklopediyasının 4-cü cildinə İrəvani haqqında məlumat daxil edilmişdir. Həmin ildə nəşr olunan Sovet İttifaqının 30 cildlik Böyük Sovet ensiklopediyasında Mirzə Qədim İrəvani haqqında məlumat verilir. Azərbaycan Respublikasının müstəqillik dövründə tanınmış tədqiqatçı, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa Mirzə Qədim İrəvanini və Sərdar Sarayının tarixini öz əsərlərində əhatəli araşdırmış və yeni faktlar üzə çıxarmışdır. 2019-cu ildə Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə İrəvaninin Gürcüstandakı əsərləri Bakıya gətirilərək əməkdar rəssam Natiq Səfərovun rəhbərliyi altında rəssamlar qrupu tərəfindən bərpa edilmişdir. Heydər Əliyev mərkəzində Tarixin Şah əsərləri adlı sərgidə 300 eksponatla birlikdə nümayiş etdirilmişdir. 2025-ci ildə İrəvaninin irsinin öyrənilməsi və araşdırılması sahəsində yeni mərhələ başlanmışdır. Bu il ərzində rəssamın yaradıcılığına dair onlarla məqalə və kitab nəşr olunmuş, ölkəmizin müxtəlif mədəniyyət ocaqlarında və bir sıra türk dilli dövlətlərdə İrəvaniyə həsr olunmuş silsilə tədbirlər və sərgilər təşkil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası tərəfindən 3 dildə nəşr olunan İrəvanın ruhunu rənglərdə yaşadan Mirzə Qədim İrəvani adlı kitabça, həmçinin rəssamın əsərləri ilə bəzədilmiş əlfəcinlər, rəssamın irsinin dünya ictimaiyyətinə çatdırılması sahəsində xüsusi əhəmiyyətə malikdir. Kitabçada İrəvaninin rəngarəng əsərləri öz əksini tapmış və onlar barədə 3 dildə məlumat verilmişdir. İrəvaniyə həsr olunmuş tədbirlər çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə paytaxtın mərkəzi küçələrindən birinə, Qərbi Azərbaycan icmasının yerləşdiyi küçəyə Mirzə Qədim İrəvaninin adı verilmişdir.